Bunlar farsda həmişə deyiblər biz çoxunluğuq, əksəriyyəti. Ondan qalan hamısı əqəlliyyətdir. Bu bir dənə yalan düzməcə sözdür. Nə türk bu 83-84 milyon cəmiyyətin içində məsələmin 40 milyondan yuxarı 45-50 milyondur deyək çoxunluq bunundur. Nə də fars sözüydü. Suallara cavab versəm mövzəldən çıxar, icazə ver. Bu da nə mələ var? Bu da məsələmin ağa. Bir dənə təvazun var. Məsələn, fars cəmiyyəti olsa 30-35, məsələn bu dövrədə türkü də o qədərdir. Şayət də farsdan da çoxdur. Necə ki, Salihin, Sazman Enerji Atomin rəisinə göyə deyir ki, İranın 40% türküdür. 40%-in türk hesablayanda nə olur? Gəlir onun elə məsəl 35 ilə 40 ayası, 35 milyondan 40 milyon ayası olur türk. Bu məqam-ı rəsmiyyə Cumhur İslamiyin iddiasıdır, mənim yox. İstəyəm deyəm ki, burada sən gəlməliydin, bu türklərin həqqin, hüququn verməliydin. Burada boşluq yaranmaya, burada idalətsizlik yaranmaya, burada haqsızlıq yaranmaya. Sən bunlar vermədin, verməyəndə də bu türklər səndən mərkəzdən narahat olub. Ona görə sən öz-özünə deyirsən, bunlar məndən narazıdır. Aman da Cumhuriyyə Azərbaycan güclənsə, bunlar meyil tapay Cumhuriyyə Azərbaycan. Aman da Türkiyə meyil tapay. Türkiyənin nə bilim seriallarına, tarixi seriallarına, dizilərinə baxırlar. Olan fərhəngilərə deyini nüfuz eləyib bizim ölkəmizə. Və səbəb olur, bunlar Səlcuq imperatorluğunu görürlər, Osmanini görürlər, nə bilim Sultan Əbdülhəmidi, Oyanış Səlcuqlu, Diriliş Ertuğrul, filan filan filan. Bu seriallarla istəyirlər, İran tüylərinə nüfuz eləyirlər. Əziz qardaşım, bu totəllərdən çıx günən. Sən özün İran tüylərinin tarixinə film oynayaydın, ondan millət çəkilməzdi Diriliş Ertuğrul'a. Sən getdin bir dənə Səttarxana film oynadın, Səttarxanı qoydun məsxəriyə. Bir dənə Ustad Şəhriyarə film oynadın, Ustad Şəhriyarı qoydum təməskura məsxəriyə. Bir dənə film oynamışdın, Şahbası, Nəxşin oynamışdın, dəli eləmişdiniz, o da dəli göstərmişdiniz. Bir dənə Muxtar Səqəfiyyə film oynadınız ki, Əzəmət İranı Bağıstanı göstərdiniz. Muxtar İmam Hüseynin qanının intiqamını alanda ləşkərin 3-dən 2-si az qalaydı İran idi. Yazdan, nəmnəmələ. Hamısı da Həxamenişi modelində paltar giyib, səqqəlləy, nə bilim, böhlək. Müsəlləmdir ki, türk cəmiyyəti bu filmlərə baxıb halı qatışacaq. Görəcəksiniz Beytülmalı, məmləkətin pulu ilə fəqət özü fərhəngi üzü, kültürü üzü, tarixi üzü təbliğ edirsiniz. Və özü də nə edirsiniz? Cəhlə əl atısınız. Məsələmin gəlirsən, Muxtar Səqəfiyyə film oynasan, orada da kuruş gəray eləyirsən, orada da Bağıstan gəray eləyirsən. Onda bu nə? Onda gedə Diriliş Ertuğrul'a baxay. Onda bu gedə bir dənə film ki, həm İslamçılığı təbliğ eləyik, həm türkçülüyü təbliğ eləyik, həm doğru düzgün idaləti təbliğ eləyik. Meyil tapay oya. Hər yerdə millətin əqli var, məntiqi var. Hayda düz film oynansa, vaqiyyətdə yoxun olsa, millət oya çəkiləcək. Sən vaqiyyətdə qəbul eləmədin. Sən türkün vaqiyyətini görmədin. Sən 1000 il bu İran coğrafiyasına hökumət eləyən türkləri görmədin, inkar elədin. Bir dənə kudetay İngilisi ilə Rizaxanı gətdilər iş üstünə. Bu 100 ildə səy elədin, türkün kökün qazasan. 57 il Pəhləvi hökuməti səy elədi, türkü inkar eləyə, asarın, tarixi bunun beqol əsərləyin, abidələyin, bunun tarixi abidələyin, əsərləyin silsinlər, zehnilərdən, düşüncələrdən, bütün bizim adlarımızı, hamısını türk adlarını götürüb yerinə farsad da qoysunlar. Bu siyasət 57 il Pəhləvi hökumətində dönəmində geridi getdi və bizim umudumuz vardı. 1357 inqilabındakı inqilab-ı İslamidir, nizam-ı cumhuri İslamidir. Deyirik, burada idalət ehya olacaq. Burada haqq və o millətdə ki, bu 57 ildə zülmə məruz qalmışdı, haqq haqlıya gedəcək. Olar ki, haqsızlığa uğramışdı, haqlarına çatacaq. Amma təəssüflə, yenə bu Pəhləviyin töküntüsü, Cumhur İslamidə də qoymadılar biz haqlarımıza çataq. Pəhləviyin töküntüsü kimdir? Ay Həddadadır kimin adamlardır ki, inqilabi niqabında nüfuz eləyib, sənic çayxanası məhsulatını göstərir, deyib, bunlar biqanatdaydı. Sənici 40 milyon türkün dilin deyib biqanə. Ya məsəl bunun vəziri fərhəngi, gəlir deyib, buradan bu yana tükanlayın, çayxanalayın, fabrikalayın, filmləyin, hər bir şeyin adı fars olmalıdır. Türkat qədəqan, yasaq.
Bu ha vaxt deyilik, bu 21-ci əsrdə deyilik. Bu hansı hökumət nizamda deyilik? Cumhuri İslamidə deyilik. Əgər Cumhuri İslami istəyib, bu da yaşayan millətdə ona bədbin olmaya, ona pis gözünə baxmaya, onun armanına, hədəflə ki, şuarlar ki vermişdi, idalət, istiqlal, azadi filan, behman təbiz olmayacaq, millətdə haqqı hüququna çatacaq, hüquq millət yeyinə gələcək. Hüquq milləti yeyinə gətirməlidir. Hüquq millət yeyinə gəlməsə və icazə versə bilənci pamfarsılar gələ bu cür söhbətdə eləyə, bu da vəhdət yaranmayacaq. Bu da həmbəstəci, həmrəylik, o beylik yaranmayacaq. Bu da ayrılıq yaranacaq. Bu da mərkəzdən qopuş yaranacaq, vacəra yaranacaq. Bunu yaradanda nə Türküdür, nə Azərbaycan Cumhuriyyətidir, nə Türkiyyədir. Xahiş edirəm təvəhhümatdan çıx, nə də mahvarəyə şəbəkatdır. Bunu yaradanlar Tehranda, mərkəzdə oturanlar bizim haqqı, hüququmuzu verməyənlərdir. Əgər siz mötəqidsiniz, bizim hərəkətimiz öz İran coğrafiyasının içində müdiriyyət olunmuyor, müstəqilli deyil, bu cür iddialarınız var. Xoş gəlin haqqı, hüququ verin bu xalqın. İcazə verməyin sui-istifadə eləsinlər. Sən boşluq yaratmısan, boşluq yaradanda da müsəlləmdir sui-istifadə olunacaq. Zilzilə nə cür gələr? Zilzilə də bu cür gələr. Qoselhay, qoselhay ki var yerdə, bunlar təhrik olay. Sən də bu qomi qoselləyə təhrik eləmsən. Qomi qoselləyə nə ilə təhrik eləmsən? Haqsızlıqla. Zəban-ı farsini eləmsən rəsmi, qeyri-farsi dillərə də eləmsən küçəbaca, məhəllə dili. Sən bu da qoselhay qovmunu dəbəydən sənsən. Nə Amerika, nə İsrail, nə Ərəbistan, nə Türkiyə, nə Cumhuriyyə Azərbaycan. Bunlar mərzidən eşiyə rəbt verməklə heç də qazanmayacaq. Heç zətdə həll olmayacaq. Məsələni bulandırmağa niyaz yoxdur. Vaqiyyəti alt-üst eləməyə niyaz yoxdur. Haqqı, hüquq, idalət istəyənləri qovmgərə adı ilə sərkob eləməyə niyaz yoxdur. Biz deyik, Türk, Fars bərabər olmalıdır. Biz deyik, bu məmləkətdə yaşayan neçə dənə millət, qovmiyyət ya qovmay, hamısı müsavi haqqı, hüquqdan bərxərdar olub BBC-nin yanında yaşamalıdır. Əgər demokrasini bu cür ehya eləsən, bu da birlik yaranacaq, vəhdət yaranacaq. Yox, bunların haqqın dansan, bu da heç və də vəhdət yarada bilənməyəcəksən. Və gün mərkəzdən ayrılıq, qopuş yaranacaq, qopbaq yaranacaq, uzaqlaşmaq yaranacaq. Amma bir dənə məsələ ki istəydim deyəm, mən bir dənə tweet gördüm Twitterdə, o da kimdən idi? Əbdullah, soy adını yanlış deməsəm, Rəməzanxa, ki bir dənə pamfarsılardan biri idi. Bu bir dənə tweet paylaşmışdı Twitterdə ki, Sərani, məsələn, Nizam, Cumhuriyyə İslami hökumət çoxlu ehtiyat eləsinlər, müvazib olsunlar. Niyə? Niyəsi budur ki, Sultan Ərdoğan başlayıb təhərrükata Qəfqazda, Sultan Ərdoğan istəyir İranı çəkən məntəqədə yeni bir dənə oyuna, yeni bir dənə batlağa. Mən bu şəxslərə istəyəm, deyəm ki, bunlar necə səy edirlər, məsulin nizamı, bu cür təvəhhümatının ziddi Türkiyyə bir dənə qorxu yaradarlar da. Deyirlər ki, aman da Türkiyyə mənafi İran əleyhinədir. Bax, bu yanlış bir düşüncə, bu yanlış siyasətdir. Bunlar pamfarsıların yaratdığı təvəhhümatdır. Qardaşım, sənin mənafiin heç və də Azərbaycan, Cumhuriyyə Azərbaycan və Türkiyənin mənafiyinin əleyhinə də, olan da mənafiyi sənin mənafiyinin əleyhinə də. Mütəəssifanə sən yanlış siyasətdə götürmüsən. Türkiyənin, Azərbaycanın fürsət yox, təhdid görmüsən. Bu cür yanaşmaq yanlışdır. Sən edə bilərsən, bunlarla ittihada çatasan. Vaxtı bir məmləkətin içində 40 milyon türk var. Səncə ozv olasan, şurayı türküdə ozv olasan, o ölkələr, o məmləkətlər ki, türk birliyində ozvudur, sən necə oyda ozv olasan. Və elə olmamsan. Niyə ozv olmamsan? Çünki farsçılar qoymuyor. Fars qolu qoymuyor hakimiyyətdə sən geyəsən türk şurasına. Yoxsa sənin içində 40 milyon türk yaşayır. Söhbətin buna gəlir. Bunlar yerlə deyirlər ki, Ərdoğan nüfuz elədi Qəfqaza, Azərbaycan, Cumhuriyyə Azərbaycan bu qədər İranla ortaq mərzi var. Türkiyə də gedib nüfuz eləsə, orada nə bilim payqah qoysa, nə bilim təkvirlər Suriyyədən, Şamdan çəkib getsə bu ya, İrana böyük bir xətərdir. Boş-boş təbliğat. Nə Ərdoğan səndən işi var, nə Ərdoğan mərzindən işi var, nə Ərdoğan heç Cumhuriyyə Azərbaycana
Erteşi Türkiye begolu fiziki olarak niyru yollayıb, nə də ki, logistiki yardım eləyir, heç zat. Fəqət diplomatik cəhətdən deyir ki, mən hər zaman Türkiyənin, Azərbaycanın arxasındayım. Bunu həm Türkiyənin Savunma Baxanlığı ya Vəzir Difası Hulusi Akar deyir. Hulusi Akar deyir, mən Türkiyə ordusunun başında olan bir şəxs olaraq həmişə Azərbaycan ordusunun arxasındayım. Nə üçün arxasındayım? Çünki Azərbaycanın başladığı bu savaş həqdir, həqiqətdir. Sazman-ı Millətin 4 dənə verdiyi qətnamələrə görə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının verdiyi 4 dənə qətnamə deyir ki, Ermənistan Azərbaycanın Qərabağı və 7 dənə rayonun işğal eləyib, bulaydan çıxmalıdır. Çünki bu qətnamələrin zəmanət icrası yox idi, bunlar zorla ötüsün eşiyə. Bunlar quruhu Minskdə ötüyənməyib. Fransa, Amerika, Rusiya balan başında, bu quruhun başındadılar. Bunlar indiyəcən Ermənistanı ötüdüyənməyib bu dənə eşiyə. Azərbaycan da o zaman gücsüz idi. İndi Azərbaycan 28 il, 30 ildən sonra güclənib, gəlib deyir ki, Ermənistan 30 il vaxt vermişdi sazmanların qətnamələri sənə, çıxmamısan. İndi ki, çıxmamısan, mən səni buradan zorla ötüyəcəyim eşiyə. Yoxdur. Buradan ya çıx, sən nə sənin sərbazın, əskərin ölsün, nə də səncə bizim sivillərimizə muşəh vur. Uşaq öldüyən rejim olaraq. Necə ki, İsrail qasibdir, uşaq öldüyən rejimdir, elə Ermənistan da onatay uşaq öldüyən qasib bir rejimdir. Heç fərqi yoxdur. Mən bunlar bilirsən kimə deyəm, o dinçi, müsəlman qaydaşlarımıza deyəm. Bir iddiələr gəlib bildir bu. Cəng bədəs, lənət bər cəng. Ax, burada cəngi salan məyər Azərbaycandır. Burada cəngi salan kimdir? Burada işğalcı var, işğal eləyən var. İşğal eləyən ölkəni eşiyə ötürmək var. Bu cəng azadlıq cəngidir. Bu cəng toypağı, təmamiyyət ərzini, toypaq bütövlüyünü qorumaq cəngidir. Məgər sən razı olaysan, İranın bir neçə ustanın gələ bir dənə ayı məmləkət işğal eləyə və sən deyəsən, bula eşiyə ötürmə, bula eşiyə ötürsən, mən mərdum ölək, sərbaz ölək, əskər ölək. Məsələn, mən Ərəbistan gələ bizim bir məntəqəmizi işğal eləyə, Əraq gələ bir məntəqəmizi işğal eləyə. Biz də deyək, bula ötürməyin eşiyə. Bula eşiyə ötürsəz, bula vura bizim şəhərlərimizi dağıdaq, uşaq ölək, xanım ölək, əskər ölək, sərbaz ölək. Sən razı olaysan toypağın işğalda qala? Əgər razı olmaysan, pəs indi Azərbaycana nə deyirsən? Azərbaycan da deməyəm toypağımdan çıx eşiyə. Əgər cəng pisdir, Ermənistanı qına. Ermənistanı qına da, niyə Azərbaycanı qınıysınız? Bunların zehniyyətin o qəd dəyişiblər, şostu şu veriblər ki, aman da Azərbaycan üçün İsraildən biraz nizami vəsail alıbdır, Azərbaycan haqsızdır. Qardaşım, hər ölkə silah alır. Bir parası Rusiyadan alır, bir para ölkələr gedi Amerikadan alır, bir para ölkələr gedi İsraildən alır, bir para ölkələr gedi İngilisdən alır, Fransa'dan alır. Hər məmləkət özün gücləndirmək üçün, özün coğrafiyasını, cəmiyyətin savunmaq, qorumaq üçün silah almalıdır. Bu silahı sən verəydin, qoymayaydın gedin.